Salam, hər vaxtınız xeyir olsun. Bu gün əsas trigonometrik eyniliklərin isbatına baxaq. Bunun isbatının müxtəlif yolları var. Biz düzbucaqlı üçbucaq üçün yazaq. Əvvəlcə düzbucaqlı üçbucağımızı çəkək. İşarələmələri yazaq yerinə. Alfa bucağını bir alfa ilə işarə edək. Baxaq, birinci üçün sinus alfa. Sinus alfa bildiyimiz kimi düzbucaqlı üçbucaqda qarşı katetin hipotenuza nisbətidir. Kosinus alfa isə bitişik katetin hipotenuza nisbətdir. İndi yoxlayaq. Sinus kvadratı alfa. Topla kosinus kvadratı alfa. Yerinə yazsaq a bölü s-nin kvadratı üstəgəl b bölü s-nin kvadratı bərabərdir. A kvadratı bölü s kvadratı üzərinə gəlinsin b kvadratı bölü s kvadratı. Bu da bərabərdir. Məxrəclər eynidir. Məxrəci saxlayıram. A kvadrat topla b kvadrat. Digər tərəfdən düzbucaqlı üçbucağa Pifaqor teoremi tətbiq etsək a kvadrat topla b kvadrat bərabərdir s kvadratı olar. Əvəzləməni yerinə qoysaq a kvadrat topla b kvadratın əvəzinə s kvadrat yazsaq s kvadratı bölünsün s kvadratı. Bu da bizə verir 1. Beləliklə aldıq ki, sinus kvadratı alfa topla kosinus kvadratı alfa bərabərdir. Bir eyniliyi doğrudur. İndi keçək ikinci hal üçün isbata baxaq. İkinci hal tangens alfa vurulsun kotangens alfa bərabərdir. Bir eyniliyinə baxaq. Bildiyimiz kimi tangens alfa bərabərdir. Qarşı katetin bitişik katetə nisbəti, kotangens alfa da bərabərdir. Bitişik katetin qarşı katetə nisbəti. Tangens alfa vurulsun kotangens alfa bərabərdir. Yerinə qoysaq, tangens alfanın əvəzinə a bölünsün b vurulsun. Kotangens alfanın əvəzinə isə b bölünsün a. Gördüyümüz kimi buradan da ixtisar gedir, 1 alınır. Beləliklə aldıq ki, tangens alfa vurulsun kotangens alfa bərabərdir 1. Bu eynilik doğrudur. Sağ olun, salamat qalın.